Azərbaycan cəmiyyətinin sabahı üçün milli ziyalılarımızın buraxdığı miras nədirsə, onun üstündə indidən dava-qırımın yoxdur, üstündə dava salası bir miras da deyil. Söhbət cəmiyyətin gələcəyi üçün buraxılan mirasdan gedir, başqaları üçün başqa miraslar buraxılır. Amma cəmiyyətin gələcəyi üçün nəzərdə tutulan miras birinci fürsətdə başını buraxmaq, rədd etmək, xəlvətcə götürüb qonşunun itinə atmaq üçündür. Niyə xəlvətcə? Çünki düşər-düşməzi olar, şər deməsən xeyir gəlməz. Hər halda adamın öz iti qonşunun itindən bir çəpər yaxındır. Mən belə gözəl izahatları görəndə onu mütləq sizinlə bölüşmək istəyirəm, dəyərli izləyicilər. Paxıllığım da tutur ki, niyə başqaları onu oxusun, dinləsin, amma siz yox. Samir Feyruzov adlı bir Facebook istifadəçisi necə qələmə alıbsa, eləcə də sizə yetirirəm. Bir sahədə oxu, başqa sahədə alim ol. Azərbaycan modeli adlandırılan bu yazını dinləyin. Azərbaycan elmi cəhətdən də izahı mümkün olmayan məmləkətlərdəndir. Akademiklər Abil Məhərrəmov və İsa Həbibbəyli şadlıq sarayları işlədirlər. Abil Məhərrəmov səhərdən axşama qədər Yusif Vəzir Kəmənzəminli küçəsində özünə məxsus olan Mona Lisa restoranında kabab və menyu üzərində kimyəvi araşdırmalar aparır. İsa Həbibbəyli isə bütün elmi filoloji monoqrafiyalarını Salamzadə küçəsində yerləşən və özünə məxsus olan Karvan restoranında hazırlayır. Təsəvvür edin, məşhur Amerikalı kimyaçı alim Sharpless toy qiyməti danışır, steykin qiymətini müəyyənləşdirir, yaxud məşhur Rus kimyaçısı Fokin şadlıq sarayı işlədir. Şəksiz Sisyanovu öldürənlərin qəhrəmanlığı başqa, amma onun batinkaları uğrunda bir-birini xəncərləyən iki qardaşın faciəsinə səbəb olan cəsarət bir başqa. Siyavuş Novruzovun təbirincə desək, tema bu deyil. Azərbaycanda illərdir göz önündə olan, amma nədənsə haqqında ciddi müzakirə aparılmayan bir ziddiyyət var, özü də elm sahəsində. Elmi mühitdə elə nümunələrə rast gəlinir ki, bir sahənin məzunu heç bir əlaqəsi görünməyən başqa bir elm istiqamətində dissertasiya müdafiə edir və alimlik dərəcəsi qazanır. Maraqlıdır, deyilmi? İqtisadçı filoloq olur, kimyaçı siyasi elmlər doktoruna çevrilir, bioloq tarixdən müdafiə edir, yəni başqa bir sahənin məzunu tamam fərqli istiqamətdə elmi ad əldə edir. Bu cür nümunələrin təsadüf olduğuna inanmaq çətindir, onların sayı az da deyil. Təbii ki, mənim bu adamlara qarşı qərəzim, onlarla şəxsi ədavətim yoxdur, amma çox maraqlıdır. Araşdırmışam və görürəm ki, Azərbaycan Respublikasının qanunvericiliyi buna tamamilə yol verir və hüquqi cəhətdən heç bir qadağa yoxdur. Bununla yanaşı, bu imtiyazdan hər bir kəsin yararlanmaq imkanı da yoxdur. Azərbaycanda yüzlərlə ixtisaslı adam var ki, öz işini müdafiə edə bilmir, ya pul istəyirlər, ya da digər bürokratik əngəllər ortaya çıxır. Sonda müdafiə edirsən və kulminasiya nöqtəsi başlayır. Maaşına 60 manat əlavə olunur. Şadlıq sarayında yoxdur, digid öl acından. Fərqli ixtisas sahiblərinin tamamilə fərqli ixtisaslardan müdafiə edərək alimlik adı qazanması hər kəsə nəsib olmaz. Bu, müəyyən şəxslər, ailələr, nəsillər üçün nəzərdə tutulub. Axı, elmi ad, xüsusilə də son zamanlar siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq dəbə minib. Bu, elitarlıq, kübarlıq sayılır. Məsələn, Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib, 2003-cü ildə Gümüşün xalq oqallatlarının xassələri mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb, 2011-ci ildə siyasi elmlər doktoru elmi dərəcəsi qazanıb. Olsun, lakin əsas sual budur. Bir insan ali təhsilini bir istiqamətdə alaraq uzun illər bu sahədə işləyibsə, sonradan hansı elmi hazırlıq və hansı fundamental baza onu tamamilə başqa sahədə alimə çevirir? Bu keçid həqiqətən elmi zərurətdən doğur, yoxsa illər ərzində formalaşmış, heç kimin ciddi şəkildə sual vermədiyi bir praktikaya çevrilib? Başqa bir nümunə çəkək. Millət vəkili Tənzilə Rüstəmxanlı
1977-ci ildə Bakı Ticarət Texnikumunun mühasibat ulşotu, 1991-ci ildə isə Moskva Kooperativ İnstitutunun ixtisasını bitirib, amma 2012-ci ildə Bakı Dövlət Universitetində müdafiə edərək filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini alıb. Mühasibat ulşotu hara, filologiya hara? Bu keçidin hansı elmi hazırlıq əsasında baş verdiyi sual doğururmu? Ən xoşuma gələn isə Tənzilə Rüstəmxanlının dissertasiya mövzusu başqa olsa da onun Sabir Rüstəmxanlı yaradıcılığında Cənubi Azərbaycan mövzusu adlı əsər oldu. Elm adları nüfuz, etibar və məsuliyyət deməkdir. Məqsəd faktları göstərmək və Azərbaycanda müxtəlif ixtisas sahiblərinin tam fərqli elm istiqamətlərində elmi dərəcə almasının hansı elmi meyarlar baxımından doğru olub olmadığını araşdırmaqdır. Bir sahədə təhsil almış şəxsin başqa sahədə elmi dərəcə almasının meyarları nədir? Bu, legitim ictimai müzakirə mövzusudur.